Herkese salam, kanalıma videoma hoş geldiniz. Mən tanımayanlar üçün mən Zəhra Məmmədzadə. Bugün çok maraqlı bir video çəkili sizlərlə birlikdə. Deməli, çox gözəl bir əsl söhbət tarzı bir video olacaq. Deməli, 10 dənə sualımız var. Əsl sual çoxdur, 20 dənədir. 10 dənə belədir, 10 dənə belədir. Bilmirəm 20 dənəsini birlikdə mi cavablayım? Video kısa olsa 20 dənəsini bir yerdə cavablayacağam. Uzun olsa mən biraz çox danışsam 2 dənə olacaq. Yarısı belə, yarısı da elə. Yəni başlayaq. Bu sualları hardan tapmışam? Deməli, o məndə qalsın, amma çox belə burada qəşəng suallar da var. Nə cavab verəcəyimi bilmədiyim suallar da var. Başlayaq. Deməli, birinci sualımız deyir ki, qızlar niyə daha çox tez inciyir? Yəni daha tez küsür, o mənada, daha tez inciyir. Əslində məncə bu dəyişən bir şeydir. Bəzi insan xarakterindən asılı olan bir şeydir. Yəni belə ümumiləşdirmək düzgündürmü? Deyil məncə. Yəni ola bilər ki, oğlanlardan da bəziləri tez inciyə bilər ya da yəni bu dəyişən bir şeydir. Şəxsən mən tez inciyən bir insanım. İnciyən bir insan. Tez inciyərəm hər şey, amma bu ətrafımdakı bütün qızlara da aid deyil. Yəni mənim ətrafımda heç inciməyən insanlar da var. Bəlkə içdən inciyirlər, o da. Amma məncə hər qıza aid olan bir şey deyil bu. Tez inciməyinin səbəbi isə insanların, mən belə düşünürəm ki, yəni biz necə, əslində hər şey ailədən başlayır. Ailədə insan necə görürsə elə də davam etdirirdi. Yəni bəzi insanlar var ki, həqiqətən insanlar, bu mənə aid deyil bu arada, çünki mən susan bir insan deyiləm. Bəzi qızlarımız, xüsusən də qızlarda olur bu əslində. Daha çox susturulur, problemlərinin deyilməsinə icazə verilmir. Nə bilim, yəni deyirlər ki, sən qızsan, sən susmalısan, yəni belə eləməlisən, elə eləməlisən. Bundan sonra da təbii ki, qızlar hər şeyə biraz daha tez inciyirlər. Hər deyilən söz əslində onların xətirlərinə dəyir bir tərəfi. Mən belə düşünürəm ki, yəni Azərbaycan mentaliteti zaten başdan ayağa səhvdir. Biz bunu keçən dəfə də danışmışdıq əslində. Yəni oğlanlar belə pohpohlanır, oğlum paşam, canım mənim, gözüm mənim elə böyüdülür. Qızlar isə yəni həmişə bir əzilmə altında böyüdülür. Xüsusən Azərbaycandayıqsa da, yəni və hamımız da Azərbaycanda olduğumuza görə, yəni bu hər evdə belədir, istisnasız. Yəni bunu mənə heç kim isbat edə bilməz ki, bizim evdə belə deyil. Yəni, bizim öz evimizdə də belədir bu. Yəni və qızlara da yeridilən odur ki, nə desə onu qəbul eləməlisən, nə desə başı verməlisən, susmalısan. Və mən bunu hər zaman demişəm, istər böyüklərimizə demişəm, istər öz yaşlılarıma demişəm ki, nəinki qız, nəinki oğlan, hər hansısa bir problem zamanı susmamalısınız. Tam tərsi, yəni qışqıra öz sözünüzü yeritmək uğruna, yəni yeritməlisiniz öz sözünüzü. Yəni kimin əsərində idi? Səsli qız kimin əsəri idi? Mükəmməl ədəbiyyat bilgilərim. Yəni qız hara, susmaq hara. Yəni xahiş edirəm, inciməyin, yəni heç kimdən. İncəsəz də, incimək çox normaldır əslində. Ola bilər, bəzi insanlar çox tez inciyə bilər. Mən özüm də hər şey çox belə tez inciyən bir insanam. Çünki niyə inciyirəm əslində? İnsanlara məsələn, adi bir sevgidən tutaq. Adi bir sevgini insanlar çox verəndə və onun qarşılığını görməyəndə insan artıq hər hansı bir şey tez inciyir. Yəni sonra digər sual, niyə çox düşünüb özünü yorursan? Mən yormuram. Yəqin yorurlarmı demək istəyiblər, yəqin ki, bilmirəm. Yorursan deyib, ona görə mən də yoruram. Niyə yoruram onu da demək istəyirəm. Çox düzdür bu arada, mən çox düşünüb özümü yoran bir insanam. Amma bu mənim qətiyyən özümdən asılı olan bir şey deyil. Həqiqətən asılı olan bir şey deyil. Mən adi bir şey belə 1000 dəfə düşünən bir insanım. Birincisi əslində əkizlər bürcüyəm. Bunun da bir yəqin ki bir təsiri var. İkincisi də ki, bilmirəm, yəni adi məsələn flomaster, 2 dənə flomaster. Mən bunlardan biri ilə rəngləməliyəm nədirsə. Sarı mı, mor mu? Morun Azərbaycanda adı nə? Bənövşə, hə. Sarı mı, bənövşə? 5 saat mən bunu düşünməsəm ürəyim partlayar. Sonra mən bu sarı ilə rənglədim, tutaq ki, sabahsı gün peşman oldum. Dedim ki, kaş bənövşəyi ilə rəngləsəydim. Ondan sonra mən onu vicdan əzabının altından çıxa da bilmirəm. Yəni niyə özümü yoruram bilmirəm. Özümdən asılı olan bir şey deyil və ən əsəb olduğum şey də, məsələn mən bəzən insanlara dərdimi danışıram. Yəni
Mənə görə dərd olan bir şey başqasına görə dərd olmaya bilər. Mən hər şeyi çox özümə dərd edən insanam əslində. Deyirlər, "Etiva olma, boş ver." Vermirəm. Boş verə bilsəydim mən sənə bunu niyə deyirdim? Ona görə bir müddətdən sonra bu sözləri eşidəndən sonra mən özümdən danışıram. Mən insanlara çox da nəsə danışmaq tərəfdarı deyiləm. Boş ver kimi əsəb olduğum ikinci söz yoxdur. Sən mənə boş ver deyə bilməzsən. Yəni sən kimsən? Çox əsəb olum hər hansısa bir mövzuya. Yəni mən səndən fikir soruşuram. Fikrin yoxdursa fikrim yoxdur de. Boş ver nədir də? Yəni çox əsəbləşirəm. Nəysə, qızlar bəzən niyə özünü çirkin hesab edirlər? Çirkin hiss edirlər, daha doğrusu. Mən özümün bir yaş aralığı vardı. Məncə bunun yaşla da əlaqəsi var, amma bəzi insanlarda yaşla əlaqəsiz də ola bilər. Məndə bu bir müddət yaş aralığı ilə bir yaş aralığı vardı. Özümü dəhşət çirkin hiss edirdim. Yəni çirkin də deyildi, yəni özümdən iğrənirdim. Dedim ki, yəni özümü o qədər sevmirdim ki, həqiqətən özümü o qədər sevmirdim. Yəni məndəki özgüvənli oluşumu var deyirlər, Zəhra çox özgüvənli bir insansan belə elə. Əslində mən bu özgüvənimi özüm yaratmışam. Yəni mən həmişə belə bir insan olmamışam da. Yəni elə bir müddət olub ki, mən həqiqətən güzgüyə belə baxmaq istəmirdim. Deyirəm ki, bu nədir? Sən yəni indi amma yəni təbii ki, hər insan mükəmməl, gözəl deyə bir şey yoxdur. Amma siz, ən azından siz özünüz üçün ən mükəmməli olmalısınız. Yəni belə güzgüyə baxanda belə eləməlisiniz. Maşallah, maşallah deməlisiniz, elə keçməlisiniz o güzgülərin qabağından. Yəni ümumiyyətlə mənim gözümdə ümumiyyətcə desək, çirkin insan yoxdur. Yəni gözəllik baxımından çirkinlik var. Çox insan ola bilər ki, içdən çirkin olsun, o başqa məsələ. Amma qıraqdan çirkinəm deyə bir insan yoxdur. Hərənin özünə uyğun bir gözəllik stili var. Mənə görə gözəllik bu ola bilər, sənə görə gözəllik bu ola bilər. Və hər insana görə gözəllik deyəndə ağlına ilk özü gəlməlidir. İstər qız, istər oğlan. Oğlanların başını buraxırıq bütün neysə. Bu video ancaq qızlara aiddir. Oğlanların başını buraxırıq. Oğlanlar neynirlər eləsinlər. Yəni çirkin hiss eləmək normaldır əslində. Yəni deyə bilmərəm ki, özünüzü mütləq gözəl hiss eləməlisiniz. Bu bir müddət olur hər insanda. Hər insan bu dönəmdən keçir əslində ki, yəni özünü çirkin hiss elədiyi bir dönəm olur. Yəni o dönəmin şəkillərinə baxa bilmirlər bəzi insanlar. Mən düz özümü çox çirkin hiss elədiyim dönəmlər olub, amma mən uşaqlıq şəkillərimi ya da o ərgənlik dönəmlərim vardı. Ərgənliyimin ən pik səviyyələri 13-14 yaşlarım xüsusən də. O dönəmlərdə mən özümü həqiqətən heç sevməmişəm. Prosta indi o şəkillərə qürurla baxıram. Deyirəm ki, maşallah, maşallah deyirəm. Yəni gözəllik sadəcə qıraqdan görünən bir şey deyil də, yəni. Hər insan özünü necə görürsə, bax özünüzü nə qədər görürsünüzsə güzgüdə, siz gözəlsiniz. Yəni uzadılası mövzu deyil. Amma özünü çirkin hiss etmək duyğusu, yəni özünüzdən daha çox əslində yenə ailədən asılıdır. Yəni hər ailədəki insanlar, xüsusən də analar həmişə bunu eləyir. Mən şəxsən anam tərəfindən belə bir problem heç vaxt yaşamamışam. Amma məsələn atalar hər zaman istər qız, oğlanların başını buraxır. Yəni gəlib qızlarına hər gün deməlidirlər ki, sən çox qəşəngsən, sən çox gözəlsən və bu dedikləri sadəcə sözdə qalmamalıdır. Yəni mən şəxsən onun tərəfdarıyam ki, hər ata və yaxud qardaş da yəni gəlib məsələn bacısına ola bilər ya da nə bilmə yəni gəlməlisiniz hər gün bir dənə, ən azından hər gün olmasa da həftədə bir dəfə gəlib bir dənə gül verməlisiniz. Yəni təkcə deməklə də deyil əslində, onu hiss elətdirmək də lazımdır. Yəni insana özünü gözəl hiss elətdirməyəndən sonra insan da özünü çirkin hiss eləyər də. Yəni başa düşdünüz yəqin nə demək istəyirəm. Qızların ən böyük kompleksi nədir? Məncə ümumi götürsək qızların ən böyük kompleksi gözəl görünməkdir. Bütün yəni baxıram ətrafıma, hər kəs bir gözəl olma çabasındadır. Ən qəşəng mən olum, ən gözəl mən olum. Amma mənim ən böyük kompleksim nədir? Mənim ən böyük kompleksim hər daim uğur olub. Yəni sanki uğursuz ola bilməzmişəm kimi hiss eləmişəm həmişə özümü. Yəni düzdür, gözəllik mənim də bir ara kompleksimdir, amma hal-hazırda yox. Hal-hazırda o deyil. Hal-hazırda mənim tam tək kompleksim budur ki, yəni birdən nəsə olar, mən uğursuz olaram. Və amma mən bunu keçən videomda da demişdim. İnsan özünü uğurlu, uğursuz, pis, yaxşı, gözəl, çirkin
hər halı ilə qəbul eləməyi bacarmalıdır. Hər halı ilə, hər halınızla özünüzü sevməyi bacarmalısınız. Çünki özünü sevməyən insanı heç kim sevməz. Özünə dəyər verməyəni, özünə güvənməyən insana heç kim də, yəni və çox yanlışdır. Yəni özünüzü sevin, özünüzə dəyər verin, gözəlliyinizi kompleks halına gətirməyin. Mənim ən böyük kompleksim də uğurumdur. Uğursuz olmaqdan çox qorxuram hələ də, amma bu kompleksimi də aşmağa çalışıram. Bu qədər, bu qədər. Qızlar niyə özünü başqaları ilə müqayisə edir? Mən eləmirəm müqayisə. Amma bu düzdür, yəni ümumi götürsək qızlar həqiqətən özünü başqaları ilə müqayisə eləyirmi? Eləyir yəni çox vaxt. Düzgündürmü? Məncə düzgün deyil. Mən ümumiyyətlə rəqabət sevən bir insan deyiləm. Heç vaxt olmamışam. Heç vaxt heç kimdən bir rəqabətim olmayıb. Düzdür, mənlə rəqabətə girənlər olub, ayrı məsələ, amma mən heç vaxt heç kimdən rəqabətə girməmişəm və mənə hələ də bu mənasız gəlir. Mən həmişə özümü özümlə müqayisə eləmişəm. Bir il əvvəlki Zəhra ilə bugünkü Zəhranı həmişə müqayisə eləmişəm beynimdəki. Yəni hər daim irəliləmə meyilli olmaq lazımdır əslində. Yəni oturun başqalarından özümü müqayisə edeyim. Yox, başqaları kimdir ki siz onu özünüzlə müqayisə eləyirsiniz? Eləməyin müqayisə. Mənasız bir şeydir bu, yəni. Ya, yersiz bir şeydir, amma çox insan da eləyir və çox səhvdir əslində bu. Demirəm, yəni bir müddət insanı irəli apara bilər bu hiss, rəqabət hissi. Amma bir müddətdən sonra o ətrafınızdakı insan qalmayandan sonra, ətrafınızda heç kim qalmayandan sonra belə qalacaqsınız. İndi kimlə özümü müqayisə edeyim? Ona görə insan daim özünü özü ilə müqayisə eləməlidir ki, yəni bu irəliləmək hissi daimi olsun da, yəni bir müddətlik olmasın. Qızların gizli stres səbəbi nədir? Ümumi qızların gizli stres səbəbi gözəlliyidir. Mənim amma ümumi qızlardan deyildim. Mənim gizli stres səbəbim gizli deyil əslində. Mən dərsə görə çox stres çəkən bir insanım. Qıraqdan heç elə görünmür, bilirəm, fərqindəyəm. Amma mən YouTube'dan baxanlar bəlkə də o stresimi bilər, ya da məni yaxından tanıyanlar. Mən dərsə görə deməyəs, dərsə görə yox da, gələcəyimə görə stres çəkən bir insanım. Amma ümumi qızlar məncə yenə gözəlliyinə görə stres çəkirlər. Bilmirəm, yəni ümumi götürsək də. Yəni amma belə başqa stres, məsələn, gələcək qayğısı var. Məndə bir ara üzüm səpmişdi. Mən çox stres olurdum üzüm səpəndə. Heç xoşum gəlmir üzüm səpməsini və hələ də səpib. Sadəcə olaraq məni stresə salırmı? Salır, çox stres düşürəm. Amma düzələcək üzüm, inanıram. Aşağıdan televizoru yandırıblar. Bir dəqiqə gözümü qapımı bağlayayım. Все. Yəni stresi giriləsi mövzu çoxdur əslində. İşte Allah xırmızı xeyir eləsin. Wi-Fi'miz da getdi. Neyse. Yəni stres olmayın dostlar. Amma stressiz də həyat çox maraqsız olardı. Olun ya da boş verin paputoyu. Nə ürəyi stres olmaq istəyir, stres olun, olmaq istəmirsiniz olmayın. Yəni bu qədər bəsit, abartmağa ehtiyac yoxdur. Çox pis bir sual idi bu. Nəysə. Niyə bəzi günlər özünüzə güvənirsiniz, bəzi günlər özünüzə güvənmirsiniz? Qızlara aid edən bir sualdır. Şəxsən məndə belədir. Mən bəzən həqiqətən özümə güvənirəm, bəzən də elə olur ki, yəni görən də deyər ki, bu dünyanın utancaq insanı falan. Halbuki mənəm də, yəni o. Məndə bunun səbəbi əkizlər bürcü olduğumu düşünürəm. Yəni mən tam bir əkizlər bürcüyəm. Bir gün belə ola bilərəm, bir gün elə ola bilərəm. Ola bilər bunlar. Amma ümumi qızlarda bu niyədir? Yəni ola bilər, ruh dəyişikliyi ola bilər. Ümumiyyətlə nəinki qızlar, bu hər kəsdə ola bilən bir şeydir məncə. Bəzi insanlar bəzi gün özünüzü yaxşı hiss eləyərsiniz, ona görə özgüvənli olarsınız. Bəzi günlərdə özünüzü pis hiss eləyərsiniz, özgüvənsiz olarsınız. Yəni bunu abartmağa bir şey yoxdur. Mən niyə suallar bu qədər yargılayıram peki? Bilmirəm. Nəysə. Yəni bu əslində çox böyük bir problem deyil dostlar. Bunu özünüzə problem eləməyin. Özgüvəniniz olmaya da bilər. Amma olsun. Yəni əsasən olsun, yəni. Yəni mən də şəxsən belə deyim də, mən çalışıram ki, hər günə, xüsusən də insan içində, yəni özünüzü pis göstərməyin də, başa düşürsünüz. Demirəm sizə pis olanda gedin özünüzü güclü göstərməyə çalışın. Yəni hər daim gülməyə özünüzü zorlayın. Elə bir şey demirəm, amma inanın Allaha, tək yəni özümdən söhbət getmir. Hər kəsin
kiminsə sizi qıskanan bir insan mütləq ki ətrafınızda var. Mütləq ki. Ona görə ona bəhanə verməyə ehtiyac yoxdur. Mən belə düşünürəm. Yəni bəhanə verməyə ehtiyac həqiqətən yoxdur. Ona görə mən hər daim çalışmışam ki, qıraqda hər daim gülməyə, hər daim başı dik. Yəni məni heç vaxt nadir hallarda məni ağlayan görərsiniz. Yəni o da çox bəzən adi səbəblərdən olur əslində. Özümdən asılı olan bir şeylər olmur. Amma mən hər daim gülən bir insan olmuşam. İstər dünən imtahan cavablarımız çıxdı ya birisi gün imtahan cavablarımız çıxdı oradan. Nəysə, hələ deməyəcəm, partlayın. Hə, yəni mən nadir halda ağlayan görərsiniz. İmtahan cavablarım çıxanda belə mən gülürdüm. Yəni təsəvvür edin ki. İmtahandan çıxanda belə mən gülmüşəm. Hər daim gülmüşəm və İnanın Allaha, insanları ən çox da sizə qısqandırmağa səbəb olan sizin o hər zaman gülüşünüz olacaq ki, yəni necə ola bilər ki, bu qız həmişə gülür, necə qısqanım partlayır. Nəysə. Qızlar niyə hər şeyi öz içinə atırlar? Ümumi bir dəqiqə. Anam dedi əlavə niyə getməmsən, qorxdum, hələ əlavəmə var. Part 2-li olacaq video. Bir dənə part çəkəcəm, 2 dənə part 2. Yəni bir dənə də bu videodan çəkəcəm. Burada elə çox qəribə suallar var. Nəysə, deməli deyir ki, qızlar niyə şey içinə atır? Bunu bayaq oxumuşdum. Hə, deməli ümumi götürəcəm mən bu mövzu haqqında, ümumi danışacağam. Çünki mən elə böyüməmişəm, amma bu da mənim özümdən asılı olan bir şey olub əslində. Yəni mən ətrafımdakılardan asılı olan bir şey deyildi. Qızlara həmişə deyilir ki, sən bayaq da dediyim mövzu kimi, yəni dərdini danışanda əhəmiyyət verməsəz bir insana, o insan da sizə dərdini danışmaz. Yəni burada uzatmalı bir mövzu yoxdur. Çox mənasız bir sual idi bu da. Yəni ki, mən şəxsən hər şey içimə atan bir insanıyam. Əslində, yəni əsasən içimə atan bir insanam. Bəzi şeylər olur ki, yəni içimə atmaq deməyəydim. Mən insanlar yanında ümumiyyətlə ağlamağı sevmirəm. Xoşum gəlmir. Zəif görünmək sevməyən bir insanam. Xarakterim budur yəni. Amma yəni içimə açaram, anama açaram, məxluqa açaram. Pis yox. Başqa heç kimə oturub mən bu vaxta kimi yəni böyük dərdlərdən söhbət gedir. Mən heç vaxt heç kimə danışmamışam. Danışmağı da üstün tutmuram. Siz də məncə çox danışmayın. Bir-iki insana da amma danışmaq lazımdır. Həqiqətən xüsusən də ananıza, isə ananızdan yaxşı heç kim başa düşə bilməz. Ananıza dərdinizi danışmasanız dərman da tapa bilməzsiniz. Yəni bu atalar sözü belə olmalıydı. Dərdini danışmayan dərman tapmaz. Həqiqətən bu budur da yəni. Dərdinizi danışmasanız, içinizə atsanız, o dərd sizi içdən yeyib bitirər. Ona görə danışın da, yəni tutmağın mənası yoxdur. İçinizə tutmağın mənası yoxdur. Dostluqda qızlara ən çox nə yaralayır deyə bir sual var. Dostluqda qızları ən çox nə yaralayır? Dostluqda qızları ən çox nə yaralayır? Qızları bilmirəm. Amma mən özümdən danışım. Mən ümumiyyətlə dostluq mövzusunda biraz çox geri zekalı bir insanam həqiqətən. Məndən dostluq məsləhəti almaq çox səhvdir. Çünki mən insanlara çox tez bağlanıram deyə. Bu arada çox qəşəng bir video var, bu mövzularla əlaqəli bir videom var. Çox qəşəng videolar var, ağlımda ümumiyyətlə, bekləmədə qalın. Yəni mən dostluqda belə deyim də sizə, bir insanla tutaq ki, oturmuşam, eyni yolu gedib gəlirəm, tutaq ki, mən olsam tez bağlanaram. Yəni özümdən asılı olan bir şey deyil bu. Mən insanlara çox tez bağlanan bir insanam. Və yaşla mı əlaqəlidir, nədən əlaqəlidir bilmirəm artıq orasını. Çox tez bağlansam da, çox tez də soyuyan bir insanam. Yəni tam bir əkizlər bürcəyəm əslində qalsın yenə. Yəni amma məni ən çox soyudan nədir insanlardan? Deyir ki, sizi dostluqda ən çox nə yaralayır? Birincisi mən ümumiyyətlə bunu həmişə tərəf ikiyüzlülük mən çox belə əsəblərimlə oynayırdı. Yəni və ətrafımda ikiyüzlü olmayan çox nadir insanlar var. Çox sevirəm o insanları. Yəni inanın Allaha güya ki görmürük də. Yəni hamının üzünə gülür, hamı da gedir hamının arxasından danışır. Məni o çox üzən bir şeydir. Çünki mən dostlarıma dost kimi gördüklərimə çox dəyər verən bir insan olmuşam həmişə. Həmişə bu belə olubdu. Yəni baxmamışam bu dostum belə bir insandır, belə həmişə səhvində, düzündə, pisində, yaxşısında həmişə o insanın yanında olmuşam.
insanlığın və yaxud insanların. Yəni dediyim odur ki, mənə ən çox yaralayan o ikiyüzlülük olar. Çox əsəblərimə toxunur və ikiyüzlülük gördüyüm yerdə mən qalmaram heç vaxt. Özümə onu yaraşdırmaram ki, məni tanıyan insanlar bilir ki, məni biraz da olsa tanıyırsınızsa, siz indi məni öz həyatımda görmədiyiniz üçün bəlkə bilməzsiniz, amma məni həqiqətən tanıyan insanlar bilir ki, mən son bir ayda, bəlkə bir aydan da az bir müddətdə mən necə dəyişmişəm. Məni bunu həqiqətən tanıyan insanlar bilər. O dostluq ortamında olanlar bilər. Mənim üçün bir ay etibarilə dost yoxdur. Bir dənə dostum var. Anamı saymıram. Anam zaten mənim can yoldaşımdır. Bir dənə dostum var, o da məxluqədir. Qalan heç kimi mən dost olaraq görmürəm. Sinif yoldaşı olaram, o ayrı. Nə bilim, əlavə yoldaşı olaram, o ayrı. Amma yox, sən mənim dostumsan, gəl mən sənə sirrimi danışım. Nə bilim, nəsə danışım, ailəvi nəsə danışım. Heç kimə, baxın, mən sizə bunu %100 deyirəm. Heç kimə, bir-iki insandan başqa heç kimə ailəvi məsələlərinizi, nəsə bir sirrinizi falan gedib deməyin. O bu gizliyə düşməyin. Mən düşmüşəm, siz düşməyin. Yəni lazım deyil. Artıq səmimiyyət lazım deyil bundan sonra. Bu məni bir ayda tanıyanlar da çox yaxşı bilər ki, məni, yəni o səmimi halımı görənlər özləri biləcək ki, mən kimə necə lazım deyilə davranıram da, yəni bu aralar. Ona görə də mənə ən çox yaralanan ikiyüzlülük. Yalan da sevmirəm mən. Yalan da bir müddət dözərəm o yalana bəlkə. Ondan sonra başımı buraxaram. Yalan, ikiyüzlülük, vəfasızlıq çox əsəbimə toxunar. Yəni çünki hər şey qarşılıqlıdır və mən sənə o qədər yaxşılıq eləmişəm. Sən mənə qarşılığında heç nə eləməmisənsə, yəni sən mənim bacım deyilsən, qardaşım deyilsən, anam deyilsən, atam deyilsən. Sən kimsən ki, mənim elədiyim yaxşılığı qarşılıqsız qoyursan? Çox pis burada içimi tökdüm. Yəni ona görə vəfasız yerdə mən qalmıram. Yəni hər şey qarşılıqlıdır. Bunu hamımız çox yaxşı bilirik. Hər şey qarşılıqlıdır. Qız olmaq çətindirmi? Çətindirsə niyə? Qız olmaq, xüsusən də qadın olmaq çox çətindir. Yəni bunu heç bir kişiyə, heç bir oğlana yedirdə bilməzsiniz bu fikrinizi ki, qız olmaq çətindir, qadın olmaq çətindir. Amma mən sizə bunu deyim. Bir gün mən öz anamdan görürəm də indi. Yəni ola bilər ki, kiminsə anası bəlkə belə deyil, mən bilmirəm. Ana olmaq qədər çətin ikinci heç bir ixtisas, heç bir peşə, heç bir level yoxdur ki, siz ana olmaq. Yəni ana olmaq milyon işi bir yerdə görməkdir. Xüsusən də işləyən qadınlar üçün ana olmaq daha çətindir. Mən anamı çox yaxşı başa düşürəm. Əslində bunu çox vaxt mən dilə gətirə bilməyən bir insanım. Ümumiyyətlə hisslərimi çox vaxt dilə gətirmək sevmirəm. Amma bu belədir. Bunu çox yaxşı başa düşürəm anneciğim. Səni də buradan öpüyorum yəni. Və qız olmaq, qadın olmaq ümumiyyətlə çox çətindir. Xüsusən də dəyəri bilinməyən bir mentalitetdə qadın olmaq çox çətindir. Biz 21-ci əsrdəyik, 21-ci əsrdəyik. Hələ də qadına dəyər verməyən insanlar var. Qadına hörmət etməyən insanlar var ən əsası. Hörmət elə bir duyğudur ki, siz sevib sevmədiyiniz qadın, kişi, uşaq, böyük, balaca hər kəsə hörmət etmək məcburiyyətindəsiz. Amma biz hələ də Azərbaycan mentalitetində hələ də qadına hörmət olunmur, hələ də qadına dəyər verilmir. Yəni belə bir mentalitetdə təbii ki də qadın olmaq çətindir, təbii ki də qız olmaq çətindir. Çünki hər zaman bizim mentalitetdə budur. Hər zaman bu yer edilir ki, qızların başına nədir, odur, susmaq lazımdır, baş əymək lazımdır. Bu deyil. Kişilər nə haqlara sahibsə, siz də o haqlara sahibsiniz. Özünüzə dəyər verməyi qətiyyən unutmayın. Qabağınızdakı kim olur olsun, yəni hansı bir kişi olur olsun, şəxsən atam belə olsa, qardaşım belə olsa, əgər səhvdirsə o, sizin haqlarınız tapdalanırsa, siz susmamalısınız. O kimdir ki, sizin haqlarınızı tapdalayır? Kim olur olsun qabağınızdakı? Yəni siz, yəni ümumiyyətlə təkcə qadınlara da aid deyil bu. Kiçik, böyük, uşaq, kişi, hər kəsə, heç kimin haqqını tapdalaya bilməz. Hər kəsin eyni səviyyədə haqları var, eyni səviyyədə haqlara malikik. Bunu heç vaxt yadınızdan çıxarmayın. Heç kimə imkan verməyin ki, o cəsarəti verməyin ki, sizin haqqınızı tapdalaya bilsin. Xüsusən də qadınlarımıza aiddir bu. Yəni çünki çox önəmlidir. Yəni gedin, təhsil alın, öyrənin, öyrədin, sevinin. Yəni çox dəyərli həqiqətən. İnsanın ən dəyərli növüdür məncə qadın
və əl üstündə, baş üstündə tutulmalıdır, ucaldılmalıdır hər zaman. Yəni çox heyfim gəlir bu mentalitetdə görə ki, qadınlar belə alçaldılan bir mentalitetdəyik, amma hər şey öz əlimizdədir. Yəni hər şey əslində, yəni dediyim kimi mentalitetdən savayı öz əlimizdədir. Yəni heç kimə imkan verməyin ki, sizi o mövqeyə gətirsin, alçalmış mövqeyə gətirsin. İstər özünüz üçün, uşağınız varsa, uşaqlarınız üçün. Çünki siz anasız, siz qadınsız. Yəni cənnət qadınların ayaqları altındadır. Bu da hər qadına da aid deyil əslində, amma hərə özünü çox yaxşı bilir. Artıq sözə ehtiyac yoxdur. Bəli, videomuzun birinci səsi bitdi. İkinci səsini nə vaxt çəkərəm bilmirəm, amma çox qəşəng suallarımız var əslində qabaqda. O suallara da qəşəng cavab verəcəm. Amma videomuz bitdi. Həm əlavəyə getməliyəm, həm də ki, dedim bir dənə video çəkeyim sizin üçün. Məncə çox maraqlı bir video oldu. Hər birinizi sevirəm, xüsusən də qadınlarımızı sevirəm. Çox sevirəm sizi. Özünüzə yaxşı baxın, özünüzü sevin. Otağınızın hər tərəfinə qoyun bir dənə güzgünü. Nə bilim, açın hər yerdə, hər tərəfdən bir dənə güzgü açın, kamera açın. Özünüzə baxın, özünüzü sevin, özünüzə dəyər verin. Unutmayın ki, hər kəs üçün ən dəyərli olan özüdür, ən başda. Birinci özünüz, sonra digərləri. Digərləri nə edirlər, eləsinlər. Hər kəs birinci nə etməlidir? Özünü sevməyi bacarmalıdır ki, hər kəsdən qarşınızdakı insandan və yaxud yanınızdakı insandan hər kəsdən sizə sevgi görmək istəyirsinizsə ya da hörmət görmək istəyirsinizsə, ilk başda özünüzə hörmət eləməlisiniz, özünüzü sevməlisiniz, özünüzə dəyər verməlisiniz. Özünüz. Bu qədər bəsit. Bu qədər bəsit. Çox gözəl bir video oldu. Öpürəm sizi. Sağ olun.